İsrail-İran qarşılaşması yavaş-yavaş bəzi yeni formalar özünə almaqdadır. Yəni dünənə qədər bəzən hətta ilk gündən o bəzi danışıqlarında işarə elədiyim kimi İsrail-İran rejimi savaşı kimi təqdim olurdu. Amma yavaş-yavaş bəzi qaynaqlardan, bəzi şəxslərdən, bəzi cərəyanlardan hətta bu İsrail-İran rejimi savaşı yavaş-yavaş İsrail-İran savaşı kimi təqdim olur. Yavaş-yavaş bəzi siyasi mövqelər dəyişmədə və yeni form tapmadadır. Məsələn, bu savaş BBC-də İran-İsrail savaşı kimi təqdim olurdu və İran International'da İsrail-İran rejimi savaşı kimi təqdim olurdu ki, hətta indi yavaş-yavaş İran International'da da bəzi xəbərliqarları orada bunu İran-İsrail savaşı kimi təqdim edirlər. İndi burada siyasət aləmində yeni bir alan və təhlili bir alan açılır. İran-İsrail savaşı mı, yoxsa İran rejimi ilə İsrail savaşı demək lazımdır. Yəni bir türü o İran nasyonalizminin yeni bir gəlişməsi ilə xətt ayrılmaqdadır. Yəni mərkəzgeralar yavaş-yavaş İran-İsrail savaşı kimi təqdim edib və İsrailin hücumu əməldə İrana zərər verir deyə İran rejiminə, yəni Cumhur İslamiyyə deyil, bəlkə İrana zərər verir deyə qələmə verirlər və yavaş-yavaş İranda ümumi əfkarı İran rejiminə qarşı deyil ki, yəni bu savaşın şəraitini yaratmış, bəlkə İsrailə qarşı formalaşmaqdadır. Yəni aydınlaşdırmaq istəsək, mərkəzgeraların mövzesi İran-İsrail savaşı kimi qələmə verir və savaş tezlikcə bitsin deyə çalışmaya devam edir. Burada qeyri-farz xalqların mövqeyi də çarpıcı formada bu baxış açısı ilə fərqlənir. Yəni qeyri-farz xalqların baxış açısından İran rejimi ilə İsrail savaşmaqdadır. Bu rejim, yəni İran İslam Cumhuriyyəti nə qədər zəifləyirsə, nə qədər hücum altında qalırsa, nə qədər liderləri vurulursa, nə qədər bu rejimin sərkub gücü, baskı gücü azalırsa, o qədər etiraz üçün, gələcək qurmaq üçün, demokratik bir şəraiti yaratmaq üçün imkan yaranır. Yəni İranda o mərkəzi otoritenin sınması İranda demokratik bir şəraitin yaranmasına şərait yaradır. Yoxsa o mərkəzi otorite iki ordusu ilə, bir vizarət ittilaatı ilə, neçə dənə əmniyyəti və ittilaati organizasyonları ilə ona qələbə çalmaq əlbəttə ki, mümkün olmayacaqdır. İndi burada o argüman verənlərin, yəni İranla İsrail savaşır deyə, İran ziyan və zərər görür deyənlərin əsli məsələsi budur ki, İsrailin bu əskəri hücumunda İranın infrastrukturuna ziyan deyir. Hətta sivillər, qeyri-nizamlılar belə sədmə görürlər və hətta xalqın yaşamında biraz kaos və problemlər yaranır və mühacirət məsələsi hətta meydana gəlir. Və indiyə qədər də bəlli olası 500 nəfər insan canını itirmişdir. Əlbəttə bunun çoxunluğu İranın hərbi güclərindən, ittilaat və əmniyyəti güclərindən və onların liderlərindən bu canlar alınmışdır deyə xəbərlərdə gəlir. Əlbəttə ki, xəsarət var, ziyan var, hətta sivilin ölümü var. Amma diqqət elədiyimizdə, əgərsə bir siyasi dəyişiklik istənilir, onun bədəli də var, həzinəsi də var da. Yəni heç bir şey olmadan sizə bir yeni bir dövlət, yeni bir şərait yaranacaq adında bir şey yoxdur. Hər bir istəkdə, hər bir mücadilədə həzinə var, bədəl var ki, ödənməlidir. İran rejiminin bu günə qədər 300 min ad listə olubdur ki, edam olublar. 300 min insan. İnsan dediyimizdə toplumun qaymağı insanlar. Siyasilər, müəllimlər, öyrəncilər, universitet müəllimləri və bu kəsimdə olan insanların 300 min listəsi vardır. Yalnız 98 etirazlarında xəbərlərə görə Şələmçə bölgəsində 1500 nəfərin canını alıblar bunlar. İndi isə mərkəzçilər İran dövlətinin otoritəsi sınmasın, o iqtidar qalsın, o güc qalsın, o zehniyyət
şovinisti zehniyyət, istimari zehniyyət qalsın deyə çalışırlar İran siyasi aparatını saxlasınlar və ən azı çox ziyan görməsinin qarşısını alsınlar. Geçən 46 ildə göstərir ki, xalq etirazları əməldə böyük baskı ilə qarşı-qarşıya durdular və indiyə qədər uğur qazanmalarına da belə şəraitin olması gözün qabağındadır. Amma indi isə İran rejiminin tamam geçən 40 ildə siyasəti İsrailə, Amerikaya qarşı İsraili məhv edəcəyik, atom bomba düzəldəcəyik, nə edəcəyik? Bugün özü o siyasətin toruna və tələsinə düşmüş. İsrail savaş başlamış. Amerika ondan himayət edir. Əlbəttə ki, hər kəs bizim hissimizi soğuşsa, savaş heç bir gözəl bir şey deyil, insanların canını itirəcək. Amma məsələ deyək, Hüseyin Səlami və ya Şəmxani və ya bu tip insanların vurulması və ya Xamneyinin gedib bir bucaqda gizlənməsi və oradan siyasət aparması insanlar mı hesab olur? Bunlar dünənə qədər insanların canına dəyər verirdilərmi? Ki biz bugün insanların canı adına İran rejiminin üst düzey rəhbərlərinə ürəyimiz yansın və savaşa qarşı meydana çıxaq və savaş qutulsun, bitsin deyə şüarını verək. Əlbəttə ki, biz savaş istəmirik. Amma savaşı biz gətirməmişik ki, savaşı bizim deməyimizlə bitməyəcəkdir. Biz yalnız şəraiti və durumu dəyərləndiririk. Əgər bu şəraitdə xalqlar üçün, öz haqlarını əldə etməsi üçün, demokrasi üçün, İranda dəyişmək üçün, bərabərlik və ədalət üçün bir şərait yaranırsa ki, xalqlar o şəraitdən istifadə etsinlər, ona yox demək mümkünmü? Arqoman verənlər deyirlər ki, İsrail cinayətkar bir devlətdir və Qəzzədə nə iş görmüş, nə iş yapmış. Bu da həqiqətdir. Amma İsrailin cinayət etməsi Qəzzədə və ya harda İran devlətinin cinayətlərinin üstün ötməz. İranda yaşayan xalqların ən önəmli və ən üstün və ən mühüm düşməni İran İslam Cumhuriyyətidir. Xarici devlətlər deyildir. Əsasən və usulda xarici devlətləri İrana savaşa çəkməyə İran İslam Cumhuriyyətinin siyasətləri nəticəsində sonuçlanmışdır. Belə olmuşdur. İndi İran İslam Cumhuriyyəti qalırsa, var olursa, İsrail deyil, başqa devlətdən savaşa girəcək. Bu birinci savaş deyil ki, İran İslam Cumhuriyyəti xarici devlətlə İsraillə savaşmaqdadır. Bundan qabaq, yadınızda olursa, Əraq devləti ilə savaşa girdilər, ya şəraiti yaratdılar savaşa ki, 8 ildə o savaşı davam etdirdilər. Yəni, bu rejim gələn zamanından ümumən xarici devlətlərlə direkt və ya indirekt savaş halındadır. Yalnız bu devlətin getməsi ilə bu savaş məsələsi xarici devlətlərlə son bula bilər. Bu qoyduğum analizdə bəzən mümkündür gəlib bizi tam edərlər ki, güya biz savaş tərəfdarıyıq. Halbuki bu savaşın startında, bu savaşın bitməsində, bu savaşın necə getməsində bizim heç bir dəxlimiz, yəni xalqların siyasi hərəkətlərin heç bir dəxli, heç bir təsərrüfü, heç bir dəxaləti yoxdur. Hətta bugün çoxları savaşın bitməsini istəyirlər. Amma əcəba çoxlarının savaşın bitməsini istəməklə bu savaş bitirmi? Xeyr. Bu savaşın bitməsi İsrailin devləti qərarında, Amerikanın devləti qərarına bağlı bir şeydir. Yəni, onlar da bu savaşı nə bizim sözlərimizlə başlayıblar və nə də bizim sözümüzlə bitirəcəklər. Buna görə formalitiyə dayanaraq qarşı-qarşıya durmaq mənasızdır. Yəni bugün savaşın davamını İran rejiminə qarşı istəyənlərlə savaşı bugün bitirməyi istəyənlər arasında heç bir fərq yoxdur. Çünki nə bunlar, nə onlar savaşın durmasına qərar vermirlər. Elə buna görə də savaşın gedişatını diqqət mərkəzinə almaq lazımdır. Yəni, bugünkü mərkəzçilər başlayıblar yavaş-yavaş savaşa qarşı deyə İran İslam Cumhuriyyətinin hakimiyyəti davam etsin məcrasında əməl etmələri əlbəttə ki, İran xalqlarını dərinlikdə incitmədədir. Baxmayaraq ki, həman İran xalqı keçən 40 neçə ildə bu rejimin hakimiyyətinin əzablarını daima çəkməkdədirlər və hətta bugün bu savaşın sonucları, bu savaşın ziyanları və zərərləri də həqiqətən bu rejimin siyasətləri nəticəsində meydana gəlmişdir. Yenə də onun əzabını xalqlar İranda çəkməkdədir. Bir məsəllə bitirim. Bugün bizim xalqlarımızın düşməni İran İslam Cumhuriyyəti bir başqa devlətlə savaşmadadır. İsrail və onun qarşısında Amerika. Finland İstiqlal Savaşında Rusiya ilə və Stalinin qarşısında Hitlerdən yardım aldı. Hitler dünyanın
ən cinayətkar şəxsi və ən cinayətkar rejim idi Alman dövləti o zaman. Amma Finlandın İstiqlal Savaşının rəhbərləri o zaman Stalin-Hitler təzadından istifadə edərək Hitlerdən yardım aldılar, Stalinin qarşısında durdular. İndi 60-70 il ondan sonra baxdığımızda o zamanın Finlandının liderlərinin dirayətli qərarını bugün görmək olar. Finland hardadır? Dünyanın ən gəlişmiş və ən demokratik dövlətlərindən sayılır. Alman yenə bir demokratik hal tapıb və Rusiyanın durumu və Stalindən də bir xəbər yoxdur. Nə Stalin var, nə Hitler var, amma demokratik bir Finland yerində durmaqdadır. Bu təcrübə və bu kimi çox təcrübələr bugün biraz bizə İsraillə İran rejiminin savaşını aydınlaşdırmaqda və bizim mövqeyimizi o əlaqədə bəlli etməkdədir. Biz bu rejimə nə qədər ziyan dəyirsə, nə qədər bu rejim əzilirsə, o qədər İranın gələcəyi və İranda bir demokratik şəraitin yaranmasına, yəni İranın rejiminin dəyişməsinə şərait yaradır. Əlbəttə ki, aydındır ki, bu sürəcdə xalqların bir bölümü, ümumiyyətlə xalq da bir ziyanla qarşılaşacaqdır. Yəni bir türlü həzinə verəcək, bədəl ödəyəcək. Çünki bədəl ödəmədən bir şey əldə olunmaz. Bu rejim, bu genişlikdə savaşın başlanması, İsrail və onun arxasında Amerika dediyimiz bu savaşın əgərsə sonucu İran rejiminin dəyişməsi olmursa, bu rejim, həmin bu rejim İsrailin intiqamının xalqdan və etirazı hərəkətlərdən İranın içində alacaq. Cinayət çoxalacaq, edamları çoxalacaq, işgəncələr açılacaq. Hətta qadınların bu dərəcədə özlərinə haqq qazanıb və hicab qarşısında dayanıblarsa, onlara hicab geri döndərmədə baskı yapacaqdır. Yəni bir yaralı ilan kimi İsrailə və Amerikaya ki, əli çatmayacaq. Kim əli çatacaq? İran içində etirazı hərəkətləri. Və etirazı hərəkətləri bastırmaqla İran toplumu uzun zaman xalqlar orada yenə də bu zülmün altında, hətta daha çox sıxıntı və zülm altında qalma məcburiyyətində qalacaqlar. Elə ona görə də siyasi nücular bu şəraiti, yəni bu savaş şəraitini dəqiq dəyərləndirməlidirlər. Səbəbsiz və nədənsiz bir-birinin qarşısında durmamalıdır. Amma hər halda burada xətlər bir türlü ayrılmaqdadır. İfrati İrancəra cərəyanlar İranda demokrat cərəyanların qarşısında durmaqdadırlar. Yəni İran rejimi ilə İsrail deyil, İranla İsrail savaş kimi qələmə verməklə əmələn İran rejiminin həyatının davamı üçün çalışırlar. Çünki burada üçüncü yol yoxdur. Ya rejim gedəcək, ya rejim qalacaq. Rejimin getməsinə çalışanlarla rejimin qalmasına çaba göstərənlər ifadə etdiyi siyasətlərlə aydınlaşmaqdadır və biz onu dəqiqən dərk etməliyik ki, kim hangi şeytani bir siyasəti aparmaqdadır. Bunu təkrar edim və bitirim. Biz prinsipiyel olaraq savaşla, hətta bir güllənin bir silahdan atılması ilə müxalifik. Amma bu o zamandır ki, biz siyasəti təyin edirik. Burada bizim siyasəti təyin etmədə heç bir rolumuz yoxdur. Yəni opozisyonun heç bir yolu yoxdur. Xalqın heç bir rolu yoxdur. Əgərsə irticai rejimlər sulta üçün bir-birinin canına düşürlər, orada biz mənfəətimizi axtarmalıyıq. Və bizim mənfəətimiz İran rejiminin, İran rejim aparatının nə qədər çox sınırsa və məhv olursa, o qədər xalqların mənafi təmin olur deyə düşünməyimiz lazımdır. Və eyni halda nə qədər xalqlar, insanlar az ziyan görürsələr, o qədər xalqların mənfəəti təmin olmuşdur deməkdir. Amma xalqlar bədəl ödəmədən, həzinə vermədən bir sonuca varma da mümkün deyildir. Məni dinlədiyiniz üçün çox təşəkkür edirəm.